UEFA-nın B kateqoriyasını hansı ki burada Azərbaycanda biz Azərbaycanda keçmişik. O məsələn Aslan müəllimlə, Kərimovla danışanda Aslan müəllimcə məsələn tövsiyə edir ki, ona sən İspaniyadasan. Elə orada İspaniyanın özündə al yenə. Fərqi var. B kateqoriyanı oradan almısan. Yox, onu demirəm. Yox, o sualın başqadır. Məsəl üçün mən B kateqoriyasını Azərbaycanda almışam, sən İspaniyada almısan. Təbii ki, bilgi fərqi var. Onu hamı başa düşür. Amma o yəni VES-in fərqisi var. Fərqi. Məsələn deyir ki, tutaq ki, oradakı B VES deyəndə onun avtoriteti də kateqoriyalı məşqçi deyəndə tutaq ki, mən bu UEFA-nın B-sini almışam. Düzdür? Məndə var. İndi A-nı oxuyuram. A-nı inşallah qismət olacaq. İnşallah. Buradakı B ilə məsələn Ukraynadakı B ilə və yaxud da fərq etməz də hansı ölkədəki. Yəni İspaniyada həmin o B-ni oxuyub almaq, elə bil UEFA onu sənə hansısa bir proqram üzrə verir də, yəni ki, o B kateqoriyasını. Onun o incəlikləri var, B-nin içinə girib. Yox, mənim sualım başqadır. Yox, mənim sualım çox sadədir. Ona gətirirəm. Ona gətirirəm, imkan vermirsən. Deməyim odur ki, həmin o İspaniyada bu B-ni oxuyub bitirib B-ni alıbsa, alandan sonra mənim B-imlə həmin o Əbülfəzin B-sindən elə bil atla eşək qədər fərq var. Onlar indi sualı verim. Mən nəyi nəzərdə tuturam? Yəni atla eşək misal üçün biraz pis çıxır, yəni bilsən necə? Eşək də özünə görə atdı belə baxanda. Prosta şeyə bax, adı nədir onun? Bax misal üçün mən hansısa komandanı məşqçilik eləmək istəyirəm. Tutalım 2-ci liqa, deyir B kateqoriyası olmasa sən gedə bilmərsən. Qardaşım, mən bu B kateqoriyası deyəndə orada qeyd olunur ki, B kateqoriyası amma İngiltərə, İtaliya, İspaniyada alınan B-lər sayılır. Azərbaycan sayılır. Yəni eyni də B kateqoriyası. Eyni. UEFA B kateqoriya. Məsələn onu deyirəm də, yəni sadəcə işə yanaşma. Sadəcə sənin o bilgilərin hansı ki sən İspaniyada keçirsən B-ni, və mən məsələn keçirəm Gürcüstanda və yaxud da Ukraynada və yaxud da Azərbaycanda, bizdə də o kateqoriya verilən yerdə yəni Aslan Kərimov, Osman müəllim, hansılar ki o kateqoriya instruktorlar, o işi görənlər, onlar da oradakı kimi bilirlər. Onların da bilgiləri az deyil.